Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə, Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Azərbaycan Film və Şahdağ studiyasının, produksiyonunun birgə layihəsi olaraq Daşlara həkk olunmuş talih adlı Azərbaycan memarının, Azərbaycan memarlığının banisi Memar Əcəmi haqqında tam metrajlı bədii sənətli film çəkilir. Həm hazırlıq prosesləri davam edir, həm də artıq ilk çəkiliş prosesləri Naxçıvan ərazisində artıq Şahbuzda, Ordubad, Culfa və bir çox ərazilərdə artıq çəkilişlər başlayıb. Mənim öhdəmə də düşən belə bir şəxsiyyəti, Memar Əcəmi obrazını canlandırmaqdır. Mən də çalışıram obrazın özünün yükünü, daxili aləmini, düşüncəsini, onları artıq bənzətməyə və bu artıq mənim üzərimə düşən bir öhdəlikdir, məsuliyyətdir.